İstanbul Ortopedik Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə elmləri doktoru, protezləşmə və reabilitasiya uzmanı Şəmsəddin Xudaverdiyev 11 may tarixində Masallıda yerləşən Cənub Psixologiya və Reabilitasiya Mərkəzində müayinələr həyata keçirəcək. Protezlərin ölçüləri götürülərək sifarişlər qəbul ediləcək və peşəkar komanda tərəfindən pasientlərə keyfiyyətli məhsullar təqdim olunacaq. Əsas problemlər: travmatoloji, nevroloji, amputasiya, şəkərli diabet, skalyoz, uşaqlarda anadan gəlmə anomaliyalar, bud çanaq oynağının çıxıqları, raxit deformasiyaları, yastı pəncəlik, əyri pəncəlik, anadan gəlmə dayaq hərəkət sisteminin çatışmazlıqları və yaşlı xəstələrə protez ortopedik xidmətlər göstərilir. Ünvan: Masallı rayonu Heydər Əliyev prospekti, təhsil şöbəsi ilə üzbəyüz. Əlaqə nömrəsi 051 512 44 42.